Hər vaxtınız xeyir. Bu günlərin biz Batumun digər tərəfinə gəlmişik. Hal-hazırda Metro City Mall-a gəlmişik. İndi ora daxil oluruq. Görək orada nələr var. Saat hələ ki 4-ün yarısıdır. 3-ün yarısıdır. Biraz istirahət elədik evdə. İndi çıxmışıq. Buralarda çəkib videoya yerləşdirəcəm. Burada Mila'nın Susi Gürcistan için bırakılmış sütünü gördüm. Kalbasa falan var ya. Carrefour'dayıq. Azərçay. İkinci mərtəbədəyik. De facto da var. Getdik, gedək Flaya girək. Wendy's adlı bir restorana gəldik və yenə də buradan da bacon cheese medium combo menü alıram. Qiyməti 20 laridir. Oradasa 12 manat eləyir. Çox bahadır, amma ağız belə deyək, dadımızı dəyişdirmək üçün sifariş verəcəm. Belə, gedək sifarişimizi verək. Sifarişimiz yenə bacon ətli burger, kola və kartoşka free. İndi digər sifarişimiz gəlir. Ağa gətirir. Gətir tez ol. Ağa bizim üçün özəl sifariş verib. Nuş olsun dostlar. Yəni donuz ətinin dadı dişləyən kimi gəlir. O halal qız deyə yemir. O toyuq yer. Amma McDonald's-dakında məsələn gəlmir. Onda buradakı bizim şefimiz Samir bəy demişdi ki, çox nə yemişdilər ama. Sönmüşlər. Buradakı çünki ev dadır. Məsəl üçün bu nuggets eyni evdə kimi dadır. Yəni McDonald's çox fərqli dadır. McDonald's heç deyil. İndi hamısı sürür. Əsl yeməkdən baş çıxan deyəcək. Начинаем концерт. Güzel. Ev kimi dadır. Ağa. Abdullah bir şey Eşo. Nuş olsun. Hava birdən-birə dəyişdi. Yenə külək, yenə düzdür, yağış yoxdur şükür. Küləyin olmasa heç olmaz. Külək yoxdur əsas. Hava soyuqdur. Bürünmüşük, gedirik. Nailə də yenə öz amplasında. Söyləməm, mən hacalarımı. Biz gedək gəzək. Hələ ki Batumun keçən səfər Sarpa gedəndə də buradan getmişdik. Yenə yüksək tikililər, yenə binalar və hər yerdə kran. Sabah son gündür artıq. Hava çok soğuktu.
Gödəkçədə də balıqçılar olur. Yağış hələ də kəsməyib. Metropol AVM-də avtobus gözləyirik. Yemək yeməyə gedirik. Deyəsən restorana. Hava yenə birdən-birə çöndü və yağış yağır. Gəldik məkanımıza çatdıq. Laguna adlı məkanımıza. Şəhərdə yenə güclü yağış yağır. Gedək görək burada nə var, nə yox. Dostlar, restorana girib oturan kimi çıxdıq. Səbəb nə idi? Deməli, 3 səbəb var idi. 1. Çox pis qoxu var idi. 2. İngilis və rus menyular vermişlər. Hər ikisində fərqli idi. Və üçüncüsü də Wi-Fi yaxşı tutulurdu. Ona görə çıxdıq və keçən səfərki videodakı Tavadori restoranına gedirik. Tavadori restoranına gedirik. Gedək orada yeyək. İndi deyəsən taksi zakaz eləmişik. Ki gəlsin. Hə, gəlir. Taksi zakaz eləmişik. Dostlar, xarici ölkədə Azərbaycan mahnısı necə hissdir? Önce Şəbnəm Toğusu, abi. Bəli dostlar, Azərbaycan mahnısı. Bugünlük vlogumuz bu qədər. Biz yedik, içdik, mahnılara qulaq astıq. İndi yenə gəldik otelimizə. Sabah artıq yola düşürük və yolumuz Bakı. Batum, Bakı. Heç nə. İzlədiyiniz üçün təşəkkürlər. Sağ olun. Son gündən hər kəsə salamlar. Video kollajda bu ikinci hissəsidir. Çünki bu gün heç yerə getmirik. Ona görə dedim Bakıya getməkdə az da olsa təəssüratlarımı bölüşüm. 5 gün ərzində burada olduq. Samir, Nailə, Səbinə və Hacı ağa. 5-imiz birlikdə. Həqiqətən çox xoş oldu mənim üçün. Çox gözəl keçdi, çox əyləndim. Videoya qoymadığım o qədər hissələr var, o qədər hissələr var ki, hansı ki mən ürəkdən gülüb yerə yatdığım hissələr. Yəni o qədər güldüm, o qədər əyləndim, o qədər xoş xatirələr oldu ki, bu xoş xatirələrin heç vaxt yaddaşdan silinməyəcəyini düşünürəm. Həmişə yaddaşımda qalacaq. Yəni bildiyiniz bütün ağa dünən deyir 8 aylıq, 9 aylıq iş stresini mən 5 gündə yəni belə deyim də əvəz elədim. Yəni yaxşı şeylər, gülərək, əylənərək, unudaraq. Buradan hamısına təşəkkürlərimi bildirəm uşaqların. Yaxşı ki sizi tanımışam. İndi hal-hazırda saat 11-də check-out elədik. 11-də check-out elədik və bavulumu, çamadanımı qoydum oteldə. Orada da qoymaq onlar idi. Daşımamaq üçün qoyduq. İndi şəhərdə eləcə gəzirik. Sadəcə 3-ə 4-də yəqin ki hava limanına gedəcəyik. Saat 6-da uçuşumuzdur. 7-nin yarısı. 7-nin yarısı uçuş. Saat 8-də də Bakıya çatacaq. Orada da uşaqlar bizi qarşılayacaqlar.
Havalimanına gəldik, çatdıq. Uçuşun vaxtını 2 dəfə dəyişdilər. Bir dəfə 19:10 elədilər. İndi isə mesaj gəldi ki 18:50-dədir. Gedirik. Təyyarəmiz gəldi. İndi içindəki sərnişinlər düşəcək. Daha sonra bir müddətdən sonra biz daxil olacağıq. Təyyarəmizin adı Füzulidir. Qapılar açıldı, gedirik samalyota doğru, Batumi hava limanından. Düz gələndə buraya inə bilməmişdik, amma indi okeydir. Buradan qalxmamız okeydir. Bəli dostlar, biz eniş etdik Bakı hava limanına. Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanına eniş etdik. İndi dostlar bizi qarşılayacaq. Baxaq görək necə qarşılayacaqlar, hələ xəbərimiz yoxdur. Xəbərin var sənin? Xeyr, əlbəttə ki, növbəti gözləmədə onların bizi necə sürprizlə qarşıladığını Qarşılayacaqlarını görürük. Şahid ol. Görək də indi görək necə olur. Görək bizi kim qarşı. Olmaya qarşılayın. Dostlar, pərəstişkarlarım gəl. Pərəstişkarlarım gəlib, pərəstişkarlarım gəlib. Buyurun. Deməli dostlar, biz gəldik Culağa gilə. Culağa bizi qarşıladı və gəlişimin şərəfinə Hindistan duty free-sindən alınmış, Avstraliya istehsalı olan şərab açıldı. İndi isə Ceyranın bizə özəl bişirdiyi İtalyan sousunda bolognese-ni dadacaq. Balığı da mən pişirmişəm. Balığı da Culağa bişirib. Təşəkkürlər. Pardon. Vlogumuz bu qədər. İzlədiyiniz üçün təşəkkürlər. İnşallah yeni bir ölkədə, yeni macəralarla görüşərik. Sağ olun. Sağlıqla. Qalın. Gətir bir. Gəl. Tring.